Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda dayanacağa yaxın belə bir 2 mərtəbəli həyət evləri satışdadır. Bax, gördüyünüz kimi bax belə bir 2 mərtəbəli həyət evləridir. Burada deməli 4 otaqlı evlər 94 minə, 5 otaqlı həyət evləri 95 minə və o başda 105 minə 4 otaqlı həyət evləri. Yəni qiymətlər dəyişir. 94, 98 min, 105 min qiymətində dəyişir. Bax, hal-hazırda bu 2 mərtəbəli evi çəkib göstərəcəm. Evlərin hər biri təmirlidir. Evin də torpağın da sənədləri tam qaydasındadır. Kürsülüdür, zirzəmisi var, kombi sistem çəkilibdir. Maşın, hər birinin maşın girən həyəti, bax belə bir göründüyü kimi bu evində belə bir həyəti qalıbdır. Evə daxil olduqda bir dəhlizi, ikinci mərtəbə qalxmaq üçün pilləkəni, kommunal xətlərinin hər biri çəkilibdir, qaz, su, işıq daimidir. Qeyd etdiyim kimi evin də torpağın da sənədləri tam qaydasındadır və ipotek qayda yararlıdır. Bura belə bir zal otağı, kondisioner üçün işıq xətti çəkilib, TV üçün işıq xətti çəkilibdir. Bura pilləkən altında bax belə bir qarlop yerdə saxlanılıb ki, müəyyən əşyaları da orada yerləşdirmək olar. Burada isə belə bir mətbəxi yerləşir. Geniş bir mətbəxi var. Yaşayış yoxdur, yəni işığı hələ ki qoşmayıblar. Burası isə hamam otağı, qiymətli kafelli, aksesuarlar alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər. Birinci mərtəbə ilə tanış olduq. İkinci mərtəbədə 3 yataq otağı, hamam otağı və balkon yerləşir. Bura bir yataq otağı. Bura ikinci bir yataq otağı və buradan da göründüyü kimi balkona da çıxışı var. Burası isə üçüncü bir yataq otağı. Otaqların hər biri görüldüyü kimi gün işığı düşür, pəncərələrin qarşısı kəsilməyib. Burası ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, mütləq kafelli. Evlərin qiymətini qeyd etdim. Bax, bu 94 min manat, 4 otaqlı evlər, 5 otaqlı evlər 98 min manata və bir başdakı 4 otaqlı isə 105 min manata deyilir və qiymətlərində endirim olunacaqdır.